hər vaxtınız xeyir. Bugün tərəzilər mövzusundan həm ümumi izaha, həm də misalların üzərində həllərə baxacağıq. Əvvəlcə gəlin elə misalın üzərində ümumi qaydaları nəzərə yetirək. Tərəzilər nədir? Tərəzinin qollarının sağ tərəfində və sol tərəfində verilən ifadələr bir-birinə bərabər olmalıdır. Yəni tarazlıqda olmalıdır. Və tərəzilərdə bir neçə qaydadan istifadə edəcəyik. Birinci üsul kimi düşünün ki, əvəz etmə kimi, yəni C bərabərdir AB-yə. Yəni tarazlıqdadırsa, bu o deməkdir ki, C-nin yerinə AB yaza bilərəm. Yəni ifadədə, hansı ifadədə C görsəm, əvəz edib yerinə AB yaza bilərəm. Məsələn, burada C görsəm, C-ni silib yerinə AB yazaram. Və tərəzilərdə başqa nələrdən istifadə edə bilərəm? Bir neçə ixtisarlar apara bilərəm. Məsələn, buradakı A ilə bu A-nı ixtisar edərəm. Yəni silərəm. Hər ikisində olduğu üçün və bu iki ifadə birə axı bərabərdir. A-ları ataram. Yerdə nə qaldı? 3 dənə B qalır. 3 dənə B 2 dənə A-ya bərabər oldu. Həqiqətən də 3 dənə B nəymiş? 2 dənə A-ymış. Həm misalın cavabını tapdıq. Amma bu misalın üzərində bütün izahları verim, sonra davam edəcəm. Başqa tərəzdə hansı qaydalardan istifadə edə bilərik? Əvəz etmədən əlavə biz alt-alta birləşdirə bilərik. Necə? AB və AB və BC. Bu ikisini sütun boyu birləşdirdim və bərabərləşdirirəm CAA-ya. 3 dənə də A-ya. Və yenə də yerindəcə nə ixtisar varsa apara bilərəm. C-ləri ixtisar apardım, A-lardan biri apardım. 3 dənə B, 2 dənə A-ya bərabər oldu. Yenə də eyni cavaba gəldik təbii ki. Digər bir versiya çarpaz bərabərləşdirəcəm. Necə? Yəni AB ilə bu 3 dənə A-nı birləşdirəcəm. Yazaram onda. AB 3 dənə də A bərabərdir. C, BB, C-nin ümumi halına. C, BB, C. Və burada nələr ixtisar gedər? B-lər gedə bilər ixtisar və s. Burada indi C, B, C-nin biz qiymətini tapmış olduq. Və bu qaydalarda yenə dediyim kimi əvəz etmədən istifadə edə bilərəm. Birləşdirib nələrsə yenə də ixtisar edə bilərəm. Və hansı ifadəni bir digərində yerinə qoya bilərəm. İndi gəlin baxaq misalın üstündə. Birinci misalda aydınlıqda necə tapdıq. İkinci misalda baxaq görə necə eləyə bilərəm. Verib bizə bu misalda da yenə bildiyimiz qaydaları istifadə edəcəm. Gəlin çarpaz birləşdirək. Nələri götürərəm onda? X, Y, təzədən 2 dənə də X bərabərdir. Yenə bu ikisinin birləşməsi. 3 dənə Z, bir də Y, Z. Və nələr ixtisar gedər? Y-lər ixtisar getdi. Z-lər getmir. 4 dənə X-ım neçədən Z-ə bərabər oldu? 4 dənə Z, bir dənə də Y-ə. Bizə 4 dənə X lazımdır. Elə birbaşa bunun cavabını istəyir. Deməli, 4 dənə Z, bir dənə Y olan variantı axtarıram. 4 dənə Z, bir dənə Y. Deməli, cavab olur Y variantı. Baxıram 3-cü suala. Görə burada neyniyək? Yenə alt-alta istəyirəm bu dəfə birləşdirim. Niyə? Görəm alt-alta birləşdirsəm 5 dənə el yarana bilər. Bunları birləşdirsəm nə qalar? 2 dənə K, 3 dənə L-lər, bir də 2 dənə L və M. Bərabərdir. Bu ikisini də birləşdirsəm nə olacaq? M, 3 dənə də K olacaq. Nələr ixtisar gedər? M-lər getdi. K-lar 2 dənəsi gedir ixtisar. Qaldı 5 dənə L. 5 dənə L M-lə K-ya bərabər oldu. Deməli, hansı variant? M-K olan C bəndi. Keçirəm. 4-cü sualı baxaq. Görə burada bizə nə istəyir? L bərabər deyir ki, M-K-dır. Düzdür? Bu, əvəz etmə nə eləyə bilərəm? Bu L-in yerinə yuxarıda harada L görsəm, yerinə M-K yaza bilərəm. Bura yazaram M-K, burada yazaram M-K. Nə qalacaq onda? Bu da elə K-da olduğu kimi qalır. K burada. Bərabər daxı 3 dənə M-ə və ixtisar aparsam. Nələrə ixtisar gedər? Eyniləri atıram da. 2 dənə M-ləri atdım. Bir dənə M bərabər oldu. 1, 2, 3 K-ya. Düzdür? 1 M-in yerinə 3 K yazaram. Onda gətirib buradakı bu M-i silsəm, əvəz eləsəm 3 dənə K ilə. Yəni bu M-in yerinə nə yazaram? 3 dənə K yazaram. Özünün də bir dənə K-sı var. Oldu 4 dənə K. L bərabər oldu 4 dənə K-ya. Deməli, hansı variant? D bəndi. Keçək 5-ci suala. 5-ci sualda isə
bizə yenə verib, fiqurlar verib. Gəlin burada da əvəz eləyək. 2 dənə kvadrat, qara kvadrat nəyə bərabər? 4 dənə, daha doğrusu 2 dənə qara dairə 4 dənə ağ kvadrata bərabər, düzdür? Əvəz eləsəm, gəlin burada əvəz eləyək. 2 dənə dairənin yerinə 4 dənə kvadrat yazıram. 3, 4 dənə kvadrat yazdım. 2 dənə qara dairəni sildim buradan. Qaldı nə? 4 dənə kvadrat, bir dənə də özündə kvadrat var, oldu 5 dənə kvadrat. Bir üçbucaq demək 5 dənə kvadrata bərabərdir. Onda mən burada bu bir üçbucağın yerinə 5 dənə kvadrat yaza bilərəm. 5 kvadrat belə yazaq. 5 kvadrat, yanında da bir dənə də kvadrat. Onda neçə kvadrat oldu? Təbii ki, cəmi 6 dənə kvadrat oldu, düzdür? İndi bizə 6 kvadrat lazımdır. Gəlin bunu əvəz eləyək. 6 kvadratın 4 dənəsi, 4 kvadratı yerinə 2 dairə yaza bilərəm. Təbii ki, 6 kvadratdır. 4 dənə kvadrat qoy elə yazaq da 6 kvadrat. 3, 4, 5, 6 kvadrat. 4 dənəsinin yerinə 2 dənə qara dairə yazsam, yerdə qalır 2 dənəsi. Onu da yazaq belə 2 kvadrat. Onda deyə bilərəm, bax 4 dənə kvadrat əgər 2 dairədirsə, bir dairə 2 kvadratı deyə bilərəm yarısı qədər. Yəni bu 2 dənəsi bir dairədir, bu 2 dənəsi də bir dairədir. Onda 2 kvadratın da yerinə bir dairə əvəz edə bilərəm. Nə qalacaq? 2 dənə dairə onsuz da vardı, bir dənə də dairə əlavə olundu, oldu 3 dairə. Cavab olur C variantı. Keçək 6-cı suala. Burada görək necə eləyə bilərik. Yenə verib bizə 1 kvadrat. 1 kvadratın əvəzinə nə verib? Bir üçbucaqla bir dairə əvəz eləyək. 1 kvadratı yuxarıda əvəz eləyim. Kvadratın yerinə nə yazaram? Deməli, kvadratın yerinə dairəni üçbucaq yazaram. Buradakı kvadratın yerinə yazım dairə üçbucaq. Əvəz eləmədən başqa gəlin birləşdirmədə hazır yoxlayaq. Onu da üstündə yazım, sonra əvəz eləyim. Qoy ikisi də əlimizdə olsun. Bunları toplasam, birləşdirsəm kvadrat, üçbucaq, dairə, üçbucaq bərabərdir. 2 dənə dairə, bir də kvadrata. Burada nələr ixtisar gedər? Dairənin biri getdi, kvadratın biri getdi. Elə birbaşa 2 dənə üçbucaq görsənir ki, bir dairədir. 2 üçbucaq demək bir dairə qaldı, Y bəndi. Əvəz eləsəm, gəlin baxaq nə alardım. Kvadratın yerinə bir dairə, bir üçbucaq yazsaydım. Kvadrata bir dairə, bir üçbucaq yazsaydım. Onda bir dənə də yanında üçbucaq. Bərabərdir 2 dairəyə. Dairənin biri gedərdi. Yəni də 2 üçbucaq, bir dairə alınardı. Daha əslində tez tapmaq olardı. Hər iki sonuna yazmaq olar. Keçək 7-ci sual. 7-ci sualda ulduzu verib bizə. Deyir ki, belə bir bunlara bərabərdir. Onda yəni ulduzu əvəz eləyək. Əvəz eləyək və yaxud yenə birləşdirək. Ulduzu əvəz eləsəm. Nə qalacaq? Baxın, bir ulduz 4 dənə kvadrat daxı. Bir ulduzun yerinə yazıram 4 dənə kvadrat. Burada da kvadratlarla ikisi ki, bunlar bərabər daxı. 2 dənəsi ixtisar getdi, nə qaldı? Bir dairə 2 kvadrat oldu. Bir dairə gəlir 2 dənə kvadratdırsa, o birisi də yenə 2 dənə kvadratdırsa, cəmi olur 4 dənə kvadrat. Yəni cavab olur D variantı. Keçək o bir suala. Yenə baxıram. K verib bizə L istəyir məndən. Düzdür? Gəlin bunları birləşdirək. Və ixtisar da aparaq. Nələr ixtisar gedirsə. Görək. L'lərin burada yerində zələ ixtisar gedir. Bunlar bərabərdir axı. Başqa ixtisar baxıram. Yox, hələ ki. 2 dənə M bərabər nəyə? 2K 2L. Düzdür? Buradan deyə bilərəm. Bir dənə M bəs nəyə bərabərdir? 1K 1 elə bərabər deyə bilərəm. Düzdür? Nəyə görə? Çünki baxın 2 dənə K var. Bir dənə də 2 dənə də L-im var. Bu bərabərdir 2 dənə M-ə. 2M deyək. Onda hərəsindən bir dənə götürsəm 1M bərabər olardı. Düzdürmü? Onda K-in yerinə M yazaram. Bax burada yazaram aşağıda. K nəyə bərabərdir? M-ə bərabərdir. Baxıram variantlarda tək M yoxdur. Bəs necə eləyə bilərəm? Onda biraz da sadələşdirək. M-i bilirəm artıq K-dir. Gətirib bu ikincidə M-in yerinə K-nin əvəz edirəm. K yazsam, yerdə 3 dənə də L-im qalıb. Onları da yazsam, bərabərdir 3 dənə K-ya. İxtisar aparsam, K-ların biri getdi. 4 dənə L, 2 dənə K oldu. Düzdür? 4 dənə L, 2 dənə K-dırsa,
Bəs 1K neçə eldir? 2 dənə də el deyə bilərəm, yarısını götürəcəm də. 1K deməli neçə el olur? 2 el olur. Düzdürmü? Bunu tapdım. Gətirib burada 1K-nın yerinə 2 el də yaza bilərəm. Düzdür? Onun nə olacaq bura? El. Bir dənə də yanında el var idi. Oldu 3 dənə el. Məsələn, ya m-ə bərabərdir, ya da 3 dənə elə. Variantlarda m tək m olmadığı üçün 3 dənə eli götürəcəm. 9-cu sualın izahına baxıram. 9-cu sualda nələrə əvəz eləyə bilərik baxaq. Əvvəlcə bax 2 dənə üçbucaq və bir dairə verib. Gəlin bunları birləşdirək. Bunların hamısının birləşməsini götürsəm nə olacaq? Dairə, kvadrat, üçbucaq, bir dənə dairə bərabərdir. Bu iki tərəfi də birləşdirirəm. Üçbucaq, 2 dənə də kvadrat. Nələri ixtisar gedər? 2 dənə üçbucaqları ixtisar apardım. Kvadratlardan biri getdi. Qaldı ki, 1 kvadrat bərabərdir 3 dənə dairəyə. Və sonra 3 dənə dairə deməli 1 kvadrata bərabərmiş. Cavab olur A variantı. Keçək 10-cu suala. Burada nə istəyir bizdən? Yenə verib bizə. Nələrsə ixtisar var burada. K-lar gedər. Deməli, m bərabərdir 2K-ya 1 elə. Düzdür? Gətirib əvəz eləyə bilərəm. M-in yerinə nə yazaram? 2K 1 el. Yenə digər bir dənə də m var. Onun da yerinə 2K 1 el yazaram. Bir dənə də nəyim var? K-mız var. Bərabərdir 3 dənə el, 2 dənə də K. Nələr ixtisar gedər? K-lar getdi. K-ları ataram. 3 dənə el bərabər. Ellər də ixtisar gedər. Biri getdi. Digər də getdi. Nə qaldı? Bir dənə el 3 dənə K-ya bərabər oldu. Məsələn, bir dənə el 3 dənə K-dır. Elə cavab olur D variantı. 11-ci suala baxıram. Yenə görə burada nələr birləşdirə bilərəm. Elə üstəsə toplasam 6 belənsinə nələr ixtisar gedər? Gəlin baxaq. Belə birbaşa yazmada ixtisar aparaq da. Kvadratların ikisi buradan görsənir də getdi ixtisar. 2 dənə dairənin ikisi getdi ixtisar. Başqa heç getmir. Aha, burada bir dənə dairə qaldı. Bərabərdir. 3 dənə nə qalıb burada? Ulduz qalıb. 3 ulduz deməli 1 dairəymiş. Məsələn, 3 ulduz elə 1 dairədir A bənd. Keçək 12-ci suala. 12-ci sualda görə nələri əvəz edə bilərəm? 3 dənə K deyir 1 elə bərabərdir, düzdür? Onda bu ellərin yerinə 3 dənə K yazaram. Bura, düzdürmü? İndi baxaq görək 3 dənə K m-ə bərabər oldu. Deməli m-ən bildik ki, nədir? 3 dənə K-dır. İndi görək burada nələri birləşdirə bilərəm bəs. Həm də bilirəm ki, m bərabərdir 2 dənə K daxı. Onda burada m-in də yerinə 2 dənə K yazaram. N-ə dəymərəm. Nələri ixtisar gedər? K-lardan ikisi getdi. K bərabərdir N qaldı. Bir qıraqda yazıram. K bərabərdir N-ə. Onda N-ən istəyirsə, hərəsinin yerinə bir dənə K yazaram. N K-ya bərabər. Cavab olur K, B bəndi. 13-cü suala baxıram. Burada nə istəyir? Verib bizdən, deməli, yenə əvəz eləyək. Məsələn, bir dairənin yerinə nə yazaram? Bu ifadəni gətirib qoyaram, düzdür? Bir də ixtisarlarını da aparım. Burada yerindəcə ixtisar eləyək. Mənə 3 kvadrat istəyir. Görək, birbaşa ilə ixtisar aparsaq, 3 kvadrat ala bilirik. Dairələrin biri getdi. Deməli, burada nə qaldı? 3 dənə 3 bucağım qalıb, 1 kvadrat. Hətta kvadratın da birini aparım buradan. Vəssalam, nə qaldı? Dairənin də əvəzinə, bir dənə dairənin də əvəzinə gətirib bu ifadəni burada yerinə qoyacağım. Bir dairənin yerinə nə yazaram? 2 kvadrat, bir dənə də 3 bucaq yazdım. Bir də burada öz kvadratı qalıb, onu da yazdım. Nələrə ixtisar gedər? 3 bucağın biri getdi. Qaldı 2 dənə 3 bucaq, 3 kvadrata bərabərdir. Vəssalam, 3 kvadratı istəyirdi. 3 kvadrat deməli 2 3 bucaqdır, B bəndi. Növbəti 14-cü suala baxıram. Nələrə ixtisar gedər burada? Yenə yerindəcə K-ları aparıram. Biraz balacaladım. K-larım ixtisar getdi. Apardım. Nə qaldı bizdə? M-lər də getsin. L-lərdən də 2 dənəsini apardım. Qaldı 2 dənə K, 2 dənə elə bərabər. 2K əgər 2 elə bərabər oldusa, deyə bilərəm ki, onda 1K-da 1 elə bərabərdir. Bu qalsın. Sonra indi gəlin baxaq. Aşağıda nə verib bizə? Aha, burada yenə 3 dənə M-lərin 3-ü də getdi. K-lardan nə gedir? Bir dənə K-mız getdi. ML, L-in biri getdi.
Deməli nə qaldı? LK qalıb. Burada bir dənə də M qalıb. M olub LK-ya. Deməli L bərabər nəyə? MK-ya. Onda L bərabər daxı bilirəm MK-ya. Bura yazım onu da kənarda. M bərabər nəyə? L K-ya. Bunu bilirik. Həm də bilirəm ki, bizə 3 dənə L lazımdır. 3 dənə L-dən görə nəyə əvəz edə bilərəm? Məsələn, burada 3 dənə L. Üçünə də K yaza bilərəm. Daxı bilirəm hərəsi K-ya bərabərdir. Sonra bir də baxaq nəyə əvəz edə burada. Görək. Bizim əlimizdə 2 dənə K da bilirəm ki, 2 dənə L-dir o hez. Bir də L də bərabərdir K-da axı. Burada elə L-in hansınsa birinin yerinə məsələn K yazsam ki, M-ə gətirə bilim. Məsələn, bu L-in yerinə elə K yazsam olacaq M2 dənə K-da, düzdür? 2 dənə K deməli M-i göstərir. Onda bu 2 dənə K-nın yerinə M yazaram. Bir dənə də K qaldı. Olur MK. Y variantı. Keçək 15-ə. Buradan eləyəcəm. Yenə 3 dənə K verib, 2 dənə M istəyir məndən. Alt-alta toplasam, görə nə ixtisar var? L-lərim getdi. K-lar ixtisar biri getdi. Başqa ixtisar görmürəm. 2 dənə M-im qaldı. Yəni 2M bərabər nəyə? 2 dənə K ilə bir dənə elə. K, bir də elə. Elə 2M istəyirdim. K, bir də elə. C-bənd. Keçək 16-ya. Deməli, burada nə edirəm? Yenə baxıram, nələri toplaya bilərəm, birləşdirə bilərəm. Və yaxud da əvəz. Deməli, M bərabərdir bilirəm ki, 2 dənə K, bir dənə də L-dir. Bunu bilirəm. M-in yerinə gətirib burada 2 dənə K, bir dənə L yaza bilərəm. Düzdür? Burada yazsam əgər, nələr ixtisar gedər? M-i sildim elə bir ki, yerinə yazdım. K-lardan ikisi gedər ixtisar. Başqa ixtisar yoxdur. 4 dənə L bərabər olacaq nəyə? Bir dənə K-ya. Bir K qalıb baxı burada. Bunu tapdım. Yaxşı, görə bəs başqa nələri ixtisar apara bilir? Burada K-larım ixtisar getsə, M bərabərdir 2K, 1 elə. Bunu da tapdım. Deməli, əlimdə var ki, M bərabər 2K, 1 elə. Əslində cavabı tapmışam da, elə K 4 eldir. K-nı istəyir məndən. Deməli, cavabı Y variantı. Digərlərinə baxmaya ehtiyac yoxdur. Keçək 17-yə. 17-də görə nələr ixtisar gedə bilər. Baxıram ki, LMK. K ilə K gedər. M-lərdən biri getdi. L-i tapdım ki, 2M, 1K-dır. L-in yerinə onda 2M, 1K yazaram L-in əvəzinə. Və 2M-lərdən görə nəsə ixtisar gedir bizlərimizdə. Hər 2 M-lərdən ixtisar getsə, 2 dənə M getsə, burada 2 dənə M aparacam. Elə K bərabərdir 2 dənə M qalacaq təzədən. Deməli, 2 dənə M nəymiş? K-ymış. Yəni, bu K-ya bərabərdir. Keçdik 18-ə. Görə burada nələr əvəz eləyək? 4 dənə dairə istəyir məndən. Aha, bunları gəl görüncə birləşdirək. Məsələn, bu formada belə alt-alta birləşdirsəm. Nələr ixtisar gedir? Dairənin biri getdi. Qarşı-qarşı yaparım ixtisarları sonra. Kvadratlardan biri getdi. Başqa. Ulduzlardan da birini apara bilərəm. Nə qalar burada? 4 dənə dairəm qaldı. 4 dairə bərabərdir. Bu yana nə qaldı? 1 ulduzum qalıb. 2 dənə də kvadratım qalıb. Deməli, 4 dənə dairə, 1 ulduz, 2 kvadrat. Vəssalamda C-bənd. Keçək 19-a. Yenə baxaq 19-a. Görə burada nə istəyir? Birləşdirsək, görə alt-alta bizə nəsə verir? 3 dənə dairə istəyir. Alt-alta birləşdirməkdənsə, çarpaz bu dəfə birləşdirmək daha məntiqli olar. Baxın, həm də nə alaram? 3 dənə dairəni birbaşa görürəm ki, almaq olar oradan. Yəni, birləşdirib yazaq. Nələr yazarım onda? Dairə, dairə. 3 dənə də 3 bucaq. Birincini yazdım bunu. Hələ ki, bu ikisini birləşdirirəm. Sonra 3 dənə ulduz. Bir də dairə. Bərabərdir. İndi bu tərəfi çarpaz birləşdirirəm. 4 dənə ulduz. 3, 4 ulduz. Bir də 4 dənə də 3 bucaq. İxtisarlarımı aparım. Görə nələrə ixtisara gedər? Ulduzlardan 3 dənəsi gedir. İndi yerində 3 dənəsini aparaq. Sonra 3 bucaqlardan da 3 dənəsi gedir. 3 dənə 3 bucağım getdi. Qaldı nə? 1, 2, 3 dairəm qalıb. 1, 2, 3 dairəm. Burada nə qalıb? 1 ulduzum qalıb. Sonra bir dənə də 3 bucağım qalıb. Deməli, 1 ulduzla 1, 3 bucaq qalıb. Cavab olur C variantı. Keçdim 20-ci suala. Görək burada necə eləyək. Deməli, baxaq görəyim.
Nə lazımdır bizə? Bunları birləşdirək mi, yoxsa əvəz edək? Bizə deyir ki, 2 dənə üçbucaq olsun. Eləyim ki, 2 dənə üçbucaq yaransın. Bir dənə də ulduzum qalsın. Bu ikisini birləşdirə görə nə alırıq? Yəni ixtisar gedər. Mən ixtisar yerində cəfsinə ixtisar apara bilərdim. Ulduzların biri gedərdi. Hələ heç birləşdirməyim görüm nə qalır. Dairələrin də biri gedir. Qalır dairə ilə çıxacaq 2 ulduza. Burada da 2 dənə ulduz ixtisar getsəm, başqa dairənin də biri getsə, 2 dənə dairə bərabərdir. Deməli, 2 dairə bərabər olur. 1 ulduzla 1 üçbucağı. Düzdürmü? Bu ulduzla bu üçbucağın yerinə elə 2 dənə dairə qoya bilərəm. 2 dənə dairə qoydum. 2 dairə 1 üçbucaq qaldı. Elə cavab olur B variantı. Keçək 21-ə. Deməli, burada nə edə bilərəm? 2 dənə el yaratmaq istəyirəm. İxtisarlara aparaq görə nələr gedər? Ellərim getdi. Başqa nə gedər burada? Sonra K-lardan deməli 2 dənəsi getdi. Nə qaldı? Bir dənə K burada qalıb, bir də M qalıb. Burada da 2 dənə L qalıb. Bunu tapdıq. Gəldi aşağıda ixtisar aparaq. 3 dənə M getdi. 3 M getdi. Bir də nə qaldı heç nə? Bu 2 dənə elində yerinə, 2 dənə elində yerinə deməli 2 elim buradan yazım, sonra K bərabər nə qalıb? 2 dənə L qalıb, bir də M qalıb. Düzdür? Bizə də 2 dənə L istəyir. 2 elin cavabı nəyə bərabərdir? 2 eli bilirəm ki, KM-dir. Düzdürmü? İndi gətirib burada əvəz eləyək. Əvəz eləyək ki, 2 dənə el qalsın təzədən. Ümumiyyətlə 2 dənə el bu KM-dir o heç öz yerində. Amma mənə K-nı istəyirəm buradan itirim. K-nı necəsə elə deyim ki, M-lərdən ibarət olsun ancaq. İndi əvəz edək. Görək nələr əvəz edə bilərəm burada. Məsələn, bu 2 dənə elin yerinə gəlin elə buradan başqa çünki əvəz etmə yoxdur. 2 dənə elin yerinə KM yazaq. Nə olacaq onda? KM yanında bir dənə də M var deyə oldu M. Bərabər deyir 2 dənə K-ya. Onda K-larım biri getdi. 1K 2M-ə bərabər oldu. Onda bu 1K-nı silib yerinə 2 dənə M yazaram. Olacaq 3 dənə M. C variantı. Keçək 22. Nələr ixtisar gedər yenə? M-lər gedər ixtisar. M-lərim getdi. Başqa ellərdən deməli 2 dənəsi getdi. Sonra başqa isə 2 dənə K bərabərdir M elə. Düzdür? Onda tapdıq ki, 2 dənə K bərabərdir M elə. Gətirib yerinə qoyacağım birazdan, amma ixtisar aparaq. Sonra 2 dənə elim getdi burada. M-lərdən 2 dənəsi getdi. Nə qaldı? L, K qalıb. K da elə buradan getsin. Bir dənə L qaldı. Burada nə qaldı? 2 dənə M qaldı. L oldu 2 dənə M. Deməli, bu L-i silib yerinə 2 dənə M yaza bilərəm də, düzdür? Məsələn, onda 3 dənə M deməli 2 K-ya bərabərmiş. 3 dənə M istəyir. K ilə K-ymış. B variantı. 23-ə baxaq. Deməli, burada nə istəyir? Alt-alta birləşdirə görə nə alırıq bu ikisini, bir də bu ikisini. Nələr ixtisar gedir? Kvadratlarım getdi. Başqa romblardan 2 dənəsi getdi. Başqa kvadratın, yenə bu ikisini birləşdirəm, axı bu da gedər. Başqa bir dənə qaldı. Bir dairəm qalıb, bərabər nəyə? Burada bir dənə də kvadratım qalıb. Şurada deməli bir dairə nəymiş? 1 kvadrat. Amma baxıram ki, 1 kvadrat yoxdur məndə. Amma bilirəm ki, 1 kvadrat həm də nəyə bərabərdir? 2 dənə romba bərabərdir. Onda elə 1 kvadrat həm də yazaram 2 dənə rombdursa, deməli cavab olur D variantı. Keçək növbəti suala. Burada nələr görə birləşdirəcəm? İxtisar var ən azından, ixtisarları aparım. L bərabərdir, tapdım ki, K, N, bir də N-dir. Düzdür? Başqa görək nə əvəz edə bilərəm. Burada 3 dənə N, 2 dənə K ixtisar getmir. Onda L-in yerinə əvəz edəcəm, K-in yazacağım. L-lərdən deməli birini sildim, yerinə yazıram K, N, N. Yəni digər L-in də yerinə K, M, daha doğrusu N, bir də M-i qalırım. M-ə dəymirəm. İxtisar aparım. K-larım 2 dənəsi getdi. K-larım bunlar getdi. Nə qaldı başqa? N-lərdən də gedir. 1, 2 dənə buradan. Hətta bir dənəsini də apara bilərəm. Üçüncünü də apardım. Qaldı bir dənə K bərabərdir nəyə? Burada görək bizdə N-M qalıb ancaq. N-M-ə. Deməli, bu K-nın yerinə N-M yaza bilərəm. Olacaq N-M. Bir dənə yanında M var. N, yəni 2 dənə də M.
Deməli n, bir də 2 dənə də m. Cavab olur C variantı. 25'e baxaq. 25'te KK 4 dənə M-ə bərabərdirsə, 2 dənə K 4 M-dirsə, bir dənə K ilə bir 2 hissəyə parçalayıram da. Bir dənə K da olacaq onda nəyə? 2 dənə M-ə bərabər olacaq. Onda mən gətirib burada bir K-nın yerinə 2 dənə M yazsam, bir dənə də yanında M var axı, olur 3 dənə M. Deməli bizə lazımdır 3 dənə M. 3 dənə M də elə verir, bax elə bərabərdir. Vəssalam. Deməli bu da nəyə bərabərdir? Elə. Cavab olur A variantı. 26'da görək necə eləyək. 2 dənə el istəyir məndən. Çarpaz toplasam görəm 2 dənə el yarada bilərəm də, düzdür? Toplayıb yazaq. Nə qalar? Birinci bu çarpazı toplayaq. 3 dənə A, 2 dənə də T bərabərdir. Bu ikisini də toplasam el, bir də A qaldı. A'ların biri getdi. 2 dənə el bərabərdir. 2 dənə A ilə 2 dənə T-yə. Deməli baxıram ki, elə bir variant yoxdur. Onda yazıram. 2 dənə el nə oldu? 2 dənə A, 2 dənə də T oldu. Düzdür? Başqa görək. Nələrə əvəz edə bilərəm? Baxıram ki, buradan 2 dənə el əgər AA, TTdirsə, onda bir dənə də el birə baxı 3 dənə A-dır. Düzdür? Onda belə yaza bilərəm. Bu ellərdən birinin yerinə 3 dənə A yazsam. Onda nə qalar görək, nələr ixtisar gedər burada. El bərabərdir 3 dənə A. Buraya yazaq görək. A yazdım. Düzdürmü? Başqa nə ixtisar gedir burada? Deməli, elə buna da 3 dənə A yazsam. Görək bir dəqiqə. Nəsə verir bizə bu. Əslində buradan bir eli tapa bilərəm. Qoyun bir qıraqda yazım. Çünki 2 dənə el, 2 dənə A ilə 2 dənə T-dirsə, onda bir dənə el də deyə bilərəm ki, 1 A ilə 1 T-dir. Düzdür? Bir elin yerinə götürüb AT yazacağım. Bir elin yerinə AT yazaram. Onda baxın buradakı bu bir elin yerinə AT yazsam, əgər nələr ixtisar? A'ların biri gedər. Onda bir dənə T də bərabərdir 2 dənə A'ya. Bunu da bildim ki, T oldu 2 dənə A'ya. Düzdürmü? Gətirib yerinə qoyaq görə bizə nə verir bu? Burada indi 2 dənə T'miz, bir də 2 dənə A'mız var. Bu 2 dənə A'nı əndə əvəz eləyə bilərəm bir dənə T ilə. Gətirib bura bir dənə T yazaram, olacaq 3 dənə T. Deməli C variantı. Görək buradan necə əvəz eləyək. Baxaq görək buradan nə edə bilərəm. Mənə lazımdır 5 dənə kvadrat. 3-dür 5 dənə kvadrat. Elə birləşdirim, elələrini götürüm ki, 5 dənə kvadrat yarada bilim. Məsələn, bax, bu ikisini bir götürüm, bu ikisini bir götürüm. 5 dənə olmasa 4 dənə kvadrat yaratdım. Yazaram, bax, 4 dənə kvadrat, bir dənə də dairə. Birləşdirdim, dairə bərabərdir. 3 dənə də üçbucaq, bir dənə dairə. Dairələr getdi. 4 dənə kvadrat, 3 dənə üçbucaq oldu, düzdür? Onda belə deyə bilərəm ki, belə əvəz edəndə belə yaza bilərəm. Bu 4 dənə kvadratı silib, yerinə nə yazaram? 4 dənə kvadrat tapmışam ki, 3 dənə üçbucaqdır. 3 dənə üçbucaqdır. Bir dənə də yanında kvadratım hələ qalıb. Sonra baxıram ki, üçbucaqla kvadrat görə bizə nəsə verir? Vermir hələ ki. Aha. Başqa bəs necə əvəz edə bilərik? 2 dənə üçbucaq həm də nəyə bərabərdir? 2 üçbucağım neçəyə bərabərdir? 1 kvadratla 1 dairəyə bərabərdir. Gətirib bu 2 dənə üçbucağı silib, yerinə 1 dairə 1 kvadrat yazaram. Sildim, yazdım 1 dairə 1 kvadrat. Düzdürmü? Dairəm qalsın, amma mənə elə bir şey lazımdır ki, ancaq dairələrdən ibarət nəsə qalsın da, düzdür? Elə eləyim ki, gərək ancaq dairə yarada bilim. Onda görək nələri götürə bilərəm. Baxaq görək burada. 2 dənə deməli. Bax, bir üçbucağım var, bir üçbucağım. Bunları gəlin birləşdirək. Alt-alta bir dəfə birləşdirək, görə nə alırıq. Elə eləyim ki, ancaq dairələr qalsın. Birləşdirsəm, bu dəfə yazıram yuxarısını. 3 bucaq. Bu dəfə gəlin göynə yazaq. 3 bucaq, dairə, kvadrat, dairə. Burada da 3 dənə kvadrat, 2 dənə də 3 bucaq. Nələr ixtisar getdi? 3 bucağın biri getdi. Kvadratdan da biri getdi. 2 dənə dairə bərabərdir.
2 kvadrat, 1 üçbucaq. Deməli, buradakı halında da 2 kvadrat, 1 üçbucaq nəymiş? 2 dənə dairəymiş. Onda əvəz edərəm. Yerinə 2 dairə yazıram. Bir dənə də dairəm vardı. Oldu 3 dairə. C variantı. 28-ə baxaq. 28-də nə istəyir burada? Yenə gəlin toplayaq da alt-alta eləyək bir dəfə də. Çarpaz toplayaq, görək bizə nə verir. 2 dənə ulduz qalsın istəyirəm. Aha, gəlin bunları birləşdirək, görək nə alınır. Nələrə ixtisar gedər? 2 dənə ulduz yerində ixtisar getdim. 2 dənə dairə buradan getdi. Başqa nə qalar? Dairənin biri də buradan gedər. Üçbucağın da biri getdi. Qaldı nə? Burada 2 dənə üçbucağım qalıb. Yazıram 2 üçbucaq bərabərdir. Bir dairə bir ulduza bərabərdir. Yazıram. Bir dairə bir ulduza. Düzdür? Ulduzlarımın biri qalıb. İndi bir dairə bir ulduzun yerinə deməli 2 dənə üçbucaq yaza bilərəm. Yanında da bir dənə ulduzum var. Məsələn, deməli 2 üçbucaq, yox, bura nə yazmışam? Deməli, ulduzla dairənin yerinə nə qoydum? 2 dənə üçbucaq qoymuşam da, hə, düzdür. 2 üçbucaq, bir ulduzum olmalı, düzdür? İndi gəlin görə, elə bir variant yoxdur. Onda biraz davam edirəm, əvəz edirəm. Başqa görək nə alınacaq bizdə. 2 dənə də üçbucağı həm də burada yuxarıda bilirəm ki, 2 üçbucaq nəyə bərabərdir? 2 üçbucaq bir dairə ilə bir ulduzdur. Bir dairə, bir ulduz yazsam bizə nəsə vermir. İndi gəlin çarpaz yaxşı birləşdirək, görək nə alınır. Çarpaz birləşdirsəm, bunları silim hələ ki. Belə, bir də belə birləşdirək. Görək nə qalır əlimdə. 2 dənə dairəm, bir üçbucaq, bir ulduzum var. Əlavədə bunları birləşdirəm. 3 ulduzum var. Bir də nəyim var? Üçbucağım var. Bərabərdir. 4 dənə dairə yazıram. Bir də 2 üçbucaq, yenə dairə, yenə ulduz. Nələrə ixtisar gedər yerindəcə aparaq. Ulduzlarım getdi. Yəni getdikcə silək. Ulduzlarım getdi. Dairənin biri getdi buradan. Üçbucaqdan 2 dənəsini sildim. İkisi buradan getdi. Dairələrdən biri getdi. Nə qaldı? 3 ulduz, 3 dairə. Demək ki, bu o deməkdir. 1 ulduz elə bir dairəyə bərabər imiş. Onda 1 ulduzun yerinə dairə qoysam, deməli, baxaq görək. Harada istəsəm artıq qoya bilərəm. Bu 1 ulduzun yerinə bir dairə qoysam. 2 dənə də üçbucaq bilirdim. Axı, bayaq nə idi? 2 üçbucağa dedik ki, bir dairə ilə ulduz idi, düzdür? Onda bir dairə ilə elə ulduzu yazım hazır. Bir dənə də bu ulduzu da tapdım ki, ulduz daxı dairə oldu. Vəssalam. Deməli, 2 dairə bir ulduz olmalıdır. Və yaxud bu ulduzun da yerinə götürüb nə yaza bilərəm? Bir dənə dairə yazaram. Ya da ki, gəlin başqa görə nə əvəz edə bilərik? Elə edeyim ki, üçbucaq da qalsın, heç olmasa. Üçbucaq da yaradaq. Bir ulduzun bir dairədir, məsələn. Burada dairə qoysam, tutaq ki, üçbucaqda gəlin görək nə alır. Əvəz edib üçbucaqla bir əlaqə yaradım. Məsələn, bu ulduzların yerinə bir dairə qoyuram. Arasına bir dairə qoydum. Əvəz elədim. İndi görək nələrə ixtisar gedər. Bu dairələrim getdi, biri getdi. Sonra bu ulduz da xəmlə bilirəm dairədir. Elə bu dairə ilə bu getsin. Nə qaldı? Üçbucağın da elə biri getdi. Bir üçbucaq da həm də alındı ki, bir dairədir. Demək, buradan da bildim ki, üçbucaq da həm də dairəyə bərabərmiş. Onda istədiyini əvəz edə bilərəm də. Yəni, üçbucağı ulduz deyə bilərəm. Həm də dairə axı bilirəm ulduzdur. Dairə bərabərdir ulduza və salam. Gəlin görək hansı qaldı. Deməli, 3 dənə ulduzun yerinə elə gəlin bura üçbucaq əvəz edək. Ulduz axı həm də dairə, həm də üçbucağa bərabərdir. Onda nə qaldı bir dənə? Görə uyğunlaşsaq hansı variant uyğun gəlir. Elə bu olacaq da. Bir dənə dairəm var. Çünki üçü də bir-birinə bərabərdir. 3 dənə nəsə qalmalıdır, onu bilirəm ki. Ulduzun yerinə bir ulduz, bax bu ulduz elə bir dairədir. 3 dənə dairəm qalmışdı. Sonra üçbucağın da yerinə yenə üçbucaqda dairədir. Bu da dairədir. Bu da elə dairədə olduğu kimi. Bu formada. Yəni belə də düşünə bilərəm. Bu ulduzun yerinə ulduz saxlayıb, üçbucaq həm də birəm ulduza bərabərdir. Niyə? Çünki dairə ulduzdursa, həm də dairə üçbucaqdır. Deməli, üçbucaq da elə həm də nə imiş? Ulduz imiş, düzdür? Şurada yerinə qoysam, deməli, ulduzun yerinə üçbucaq qoyublar burada. Yenə dairəni də görsən, olduğu kimi saxlayıblar. Elə D variantı olur. Bu da belə. 29-a baxıram. Görə burada nə ixtisarlar var? Kvadratla bu kvadrat yerində ixtisar aparaq. Sonra nəyimiz qaldı?
Başqa görək ixtisar. Deməli, üçbucaqla da bu üçbucağım getdi. Hələ ki bilirəm ki, 3 dənə dairəm, bir üçbucaqla bir kvadratdır. Və əlimdə nə var? Birləşdirək də onu da bu çünki bizə heç nə vermir. Alt-alta birləşdirsək görən nə verəcək bunlar? Birləşdirsəm görək başqa ixtisar varsa da yerində yaparım. Üçbucaqlarım burada getdi ixtisar. Başqa nə qaldı? Dairələrdən biri getdi. Başqa nə qaldı bizdə? Heç nə. 2 dənə burada kvadratım qaldı. Bərabər nəyə? 2 dənə kvadratın yerinə nə yazaram? Burada da 2 dənə üçbucağım qalıb. 2 üçbucaq. Bir də 2 dənə də dairəm qalıb. Onda deyə bilərəm ki, bir kvadrat da həm də bir üçbucaqla bir dairəymiş. Onda bir kvadratın yerinə bir üçbucaq dairə yazaram. Elə A variantı olur. Keçək 30-cu suala. Görək burada necə bir əvəz etmə eləyər. Baxıram ixtisar. Görmürəm. 2 dənə K, 2 dənə L istəyir məndən. Elə eləyim ki, 2 dənə K qalsın, 2 dənə L qalsın. Görək necə yaradaq. Çarpaz birləşdirməyi yoxlayaq. Birinci görək nə verir bizə. K, L, L. Bir də 3 dənə K var əlimdə. Bərabərdir. Bu ikisini də birləşdirirəm. M, M. Bir də yenə M, M, L. İxtisar nələr gedər? L'lərim getdi. K'lardan gedən yoxdur. Nə lazımdır bəs bizə? 4 dənə K lazımdır. 4 dənə də M lazımdır. Bu formada baxıram ki, nəsə vermir bizə. Bəlkə də indi verə bilər yerinə qoysa, amma uzun alınacaq, uzanacaq. Gəlin onda sadə biraz əvəz etmə aparaq. 2 dənə M bilirəm ki, K, L, L-dir, düzdür? Gətirib 2 dənə M-in yerinə K, L, L yazaram. Məsələn, bu 2 dənə M-in yerinə K, L, L yazsam, bir də yanında bir dənə də L var axı. Bərabərdir nəyə? K, K, K-ya. Nələr gedər? K-ların biri getdi. Nə qaldı? 3 dənə L, 2 dənə K-ya bərabər oldu. Onda bu 2 dənə K-nın yerinə 3 dənə L yazaram. Yanında olsa 2 dənə də L var. Daha sadə bir şəkildə 5 dənə L alındı. Cavab olur Y variant. Keçək növbəti suala. Birinci sualdır burada. 48 sualda. Baxıram 31-əm. Burada görə necə eləyək? Bax, yenə baxıram sual verilən sizə. Elə eləməliyəm ki, A, bir də B yaransın. Düzdür? Hansı ikisini görün, birləşdirsəm mənə verər. Məsələn, alt-alta birində fikirləşdirəm ki, birləşdirsəm. Görək bizə A, B verərmi? Heç birləşdirmədən qabaq dərsində görsənirdi. 2 dənə B, 4 dənə C-dirsə, onda bir dənə B, hərəsinin yarısını götürürəm də 2 dənə C-dir deyə bilərəm. Bir dənə B, 2 dənə C. Gətirib onda bu B-ni silib yerinə 2 dənə C yaza bilərəm. Düzdür? Deməli nə qaldı? A, C, C qaldı. Belə bir variant baxıram hələ ki yoxdur. Sonra görüb nə edə bilərəm burada? 2 dənə C-miz də bilirəm ki B-dir. Düzdür? 2 dənə C-miz də B-dir. Bunu nəzərimdə saxlayıram. Gəlirəm, qayıdıram ən birinciyə. Birincidə də bilirəm ki, bir dənə B, 2 dənə C-dir. Gətirib burada B-lərin hər birinin yerinə 2 dənə C qoysam, görüm bizə nəsə verər. 2 dənə C qoyuram. Burada da 2 dənə C. Bu B-yə də yazıram 2 dənə C. Nə qaldı onda? 2 dənə A qaldı. 6 dənə C deyə bilərəm. Onda nəyə ixtisar gedər bizdə? 1 A nəyə bərabərdir? Yarısını götürəcəm hərəsini. 3C deyə bilərəmmi? Onda 1 A oldu 3C. Düzdür? Gətirib 1 A-nın yerinə. 1 A-nın yerinə burada 3C qoysam. 3 dənə C yazsam. C, bir də C. Digər A-ya dəymədim. 2 dənə də C-miz qaldı burada. 5 dənə C verdi bizə. Bir dənə də A verdi. 5 dənə C-dən də bilirəm ki, 4 dənə C axı 2 dənə B-yə bərabərdir. Elə bu 4 dənə C-ni götürüb yerinə nə yazaram? 2 dənə B yazaram. Bax, 4 dənə C-ni silərəm. Yerinə nə yazaram? 2 dənə B yazaram. Yerdə C-nin biri qalıb, bir dənə də A-nın biri qalıb. Oldu B, B, C, A. Görə belə bir variant. Baxıram ki, yoxdur. Bəs necə əvəz edəyək? Və görə başqa nələr əvəz edə bilərik burada? B, B, C, A-mız var əlimizdə. A-nı bilirəm ki, baxıram, buna yaxın heç olmasa hansı variant var, düşünə bilərəm. A-nı bilirəm 3C-dir. A-nın yerinə 3C yazsam, 4 dənə C ancaq B-lərdən ibarət olacaq. Düz gəlmir. A, B, C-miz var. Bir dənə məsələn o B-miz artıqdır. B-ni nə edə bilərəm? Başqa cür əvəz edəyək. İndi məsələn düşünək ki, hansı ola bilər? Bir dəqiqə.
Deməli, C A'mız var bizim. Gəlin görək variantlara baxaq. Məsələn, D ilə Y variantına baxaq. Əgər D variantını götürsəm, tutaq ki, D variantını götürsəm, biz bilirəm ki, A, bir də B'miz var da, düzdür? 2 dənə B buradadır. Bax, 2 dənə B'miz var. 2 dənə B'miz var. Bir dənə də C'miz burada var. C'miz var. Bir dənə A qaldı burada. A'nı bilirəm ki, 3C'yə bərabərdir. B'dəki 2C'dir. Onda belə deyək də, B oldu neçə C? 2 dənə C, bir dənə də burada C'miz var. 3 dənə C həm də mənə A-nı verməz. Onsuz da bu qıraqdakılar var idi də, düzdür? Bir dənə A çatmırdı. Bu 3 dənə C də elə A-nı verər mənə. Və yaxud mən tapdığım öz cavabda bu A-nın yerinə 3 dənə C yazsam, 3 dənə C yazsam, A-nı silsəm nə qaldı? B, C. Bu 3 dənə C yazdım. 2 dənə də C mənə B-ni verir axı. Onda olacaq nə? 3 dənə B, 2 dənə də C. Yəni D variantı. Keçək 32-ci suala. 32-də görək nələr ixtisar gedər. K-lardan ixtisar gedən yoxdur. LM-lərin amma biri gedə bilər. Bir dənə LM qaldı burada. ML yazdım da. ML bərabərdir. 2 dənə K-ya bunu bildim. Deməli, əlimizdə bu var. Sonra görək başqa nəyə əvəz eləyə bilərəm. 2 dənə K həm də bilirəm. Ax, 4 dənə L-dir. Onda elə bu 2K-nın yerinə 4 dənə L yazsam, bərabərdir ML desəm, L-lərdən biri getdi. M bərabərdir 3L. 3 dənə L deməli M-i verir. Onda bu 3 dənəsi də M-i versə, məsəlamda 2 dənə M qaldı. M. Olur B bənd. Keçək 33-ə. Görək burada nə edə bilərik. Əvəz eləsəm, KM istəyir məndən. Düzdür, eləyim ki, KM yaransın. Bunları belə çarpaz toplasaq görək nəsə verər bizə. Gəlin yazaq. 4 dənə K-mız var. Bir dənə də M var. Bərabərdir. Bunları da toplayıram. 2 dənə L, 2 dənə L, bir dənə də K. K-ların biri getdi. Nə qaldı? Başqa heç nə getmir. K-mi məndən istəyir. Bax, bu K-mi tapmalıyam. 2 dənə L də bilirəm ki, 2 dənə L-im nədir? 4 dənə K-ya bərabərdir. Onda bu 2 dənə L-in yerinə 4 dənə K yaza bilərəm. 4 dənə K yazdım. Düzdür? K-lardan bu ikisi gedəcək. İkisi getdi K-lardan. 2 dənə K, 2 dənə L-im qaldı əlimdə. Düzdür? Sonra burada da elə K-im qaldı. K-im deməli nəyə bərabərdir? 2 dənə K, 2 dənə də L-ə bərabər oldu. Sonra məndən amma variantlarda ancaq L ilə ifadə olunmuş halını istəyirdi. Düzdür? Mənə L lazımdır. İndi görə L-nizi tapaq bəs. Baxaq görək. Buradan birincidən görsənir ki, 4 dənə K, 2 dənə L-ə bərabərdir. Onda deyə bilərəm, 1 L-də 2K-ya bərabərdir. Yəni, bu 2K-nı elə 1 L-dən əvəz edirəm. Olacaq 3 dənə L. C bənd. Keçək 34-ə. 34-də nə istəyir? Deməli, burada nə edirəm? Nələri görüm əvəz eləyə bilərəm və yaxud nələri toplaya bilərik. Baxaq görək. Bu ikisini tutaq ki, bir toplasam. Bunları bir toplasam. Nələr ixtisar gedər? Ya birbaşa ixtisarları aparım. K-larım yoxdur gedəsi. Bir dənə B-lərdən biri gedər. Başqa nə gedir ixtisar? L-lərim də buradan gedir. Məsələn. 2 dənə A qaldı burada. 2 dənə də B-miz qaldı. Burada nə qaldı? 2 dənə K qaldı. Sağ tərəfdə. Bunları tapdım. Onda deyə bilərəm ki, 1 AB ilə 1 AB ilə 1 K-ya bərabər deyərəm. Sonra gətirib görək yerinə qoyaq. M də bilirəm axı. 2 dənə A-ya bərabər, düzdür? M 2 dənə A-dır. Görək onda buradan necə istifadə edək. Bax, əlimdə K-mız var, AB-dir. Bunu bilirik. K-mız AB-dir. Gətirib elə burada M-in yerinə hazır 2 dənə A qoyum. Qoysam A, bir dənə də B-miz oldu, düzdür? AB-miz də bilirəm, ax, K-dır. Şurada A qaldı, bir də K qaldı. Cavab oldu elə AK. D bənd. Görək 35-də necə eləyək. KLL verib, bir də MNN verib. Nələri birləşdirirəm, nələri əvəz edirəm burada. Baxaq görək. Toplayaq da yenə birləşdirək. Nələrsə birləşdirim ki, heç olmasa versin bizə. Bir də yerindəcə burada ixtisarlar da görsənir. Bunu da hazır yazaram. Nə qaldı? NKK 2 dənə M oldu. Gətirib bu 2 M-in yerinə əslində qoya da bilərəm. Qoysam nə verər mənə?
2 dənə m bilirik ki, deməli nədir? N, K, K'dır. Yanında bir dənə də N'im var. Bu da bərabərdir bu LK K'ya. Onda K'ların ikisi getsə 1L 2N'ə bərabər oldu. Bir qırağa yazıram. 1L 2 dənə N'dir. Bunu bildik. Gətirib bizə M lazımdır. M'i tapmaq lazımdır. Gəl görək M'imizi tapaq. 1 L'im 2 N'dirsə, gətirib burada L'lərin yerinə 2 dənə N qoysam, görək bizə nəsə verirmi? Burada yazıram 2 dənə N. Bunun da yerinə 2 dənə N yazaram onda. Görək nə qaldı burada? K qaldı. Bir də 4 dənə N'im qalıb. Bərabərdir M, N, N'ə. Sadəcə yanındakini köçürürüm. Bunu köçürdüm. N'lərdən ikisi getdi ixtisar. Nə qaldı? 1M bərabərdir K, N, N'ə. K, N, N'ə. Düzdür? Buradan da əvəz eləyəcəm də şurada. M'i tapmışam ki, K, N, N'dir. 2 dənə də N bilirdim, axı L'dir. Yerinə L qoysam olacaq K, L. A variantı. 36'ya baxaq. 36'da 3 dənə L A'ya bərabər. Gətirib bir də bu 3 dənə L'in yerinə A yazaram. Bir dənə də L'im var yanında. A'larım getdi. L bərabərdir BB-yə. Bir L'im BB-dirsə, o biri L də BB-dirsə olacaq 4 dənə B. Geçsəm 37'yə. Görək. Nələr gedir ixtisar yenə? L, K, K istəyir. L lazım mənə. Onda bunları belə çarpaz birləşdirsək görə nə verir bizə? Yazaq. Olsa ixtisar getmir nəsə. Başqa baxıram, yoxdur. Çarpaz birləşdirib yazıram. 3 dənə K'mız, 3 dənə də M'miz. Bərabərdir. Yenə bununla da bunu birləşdirəm. M, L, 4 dənə də K. Yəni ixtisar gedir. 3 dənə K'nın 3'ü getdi. Qaldı bir dənə M'lərdən də biri getdi. 2 dənə M bərabərdir LK'ya. Düzdür? LK'nın yerinə deməli nə yazaram? 2 dənə M yazaram. Bir dənə də yanında K var. Şurada tapıldı. MMK. Keçdi 38'ə. Burada görək 4 dənə A'nı istəyir bizdən. Elə eləyim ki 4 dənə A yaransın. Gəlin əvvəlcə belə çarpaz birləşdirib yazaq. A, B'miz var. Bir də A, C'miz var. Bunu da çarpaz birləşsəm B, C, C. C'lərin biri getdi. B'nin də biri getdi. 2 dənə A bərabərdir C'yə. Düzdür? Onda 2 dənə A'ya bir C yazsam. Düzdür? Nə qaldı? Elə cavab görsənir. Yoxsa yox. 2 dənə A'mız bir C'dir. Burada onu C. 2 dənə C qalmalıdır. Düzdür? 2 dənə C qalmalıdır. Və yaxud B də bilirəm axı AC-yə bərabərdir. Buradan da istifadə edək. B əgər AC-dirsə. Görə necə eləyək? Onda gəlin belə yazmayaq. 2 dənə C yazmayım. Bax bu C-nin birini hələ ki əvəz eləmirəm. C, A saxlayıram. C, A da bilirəm axı B-yə bərabərdir. Yerinə B yazaram. Onlar B, A. Yəni Y bəndi. Keçək 39-a. Görə 39-a nə istəyir? İxtisar baxıram, görsənmir. 3 dənə M istəyir. Elə bunları birləşdirsəm, görsənir də 3 dənə M nəyə bərabərdir? LK və 2 dənə də K bərabərdir 3 dənə M-ə. 3 M-i tapdım əslində. Amma K'lar da var. K'ları itirməyə çalışmalıyım. K'ları itirək. Əvəz edərəm. Nələrsə yenə də əvəz edəcəm. Görək nələr əvəz edə bilərik burada. Məsələn bu M, bir dənə M bilirəm axı 2 dənə K'dır. Düzdür? Bunun qoy qiymətini yazım bura. L, K, K, K oldu. 1 M 2 K'dır. Gətir burada 1 M-in yerinə 2 dənə K yazıram. Buna da yazıram 2 dənə K. K'ların biri getdi. L də 3 dənə K'ya bərabər oldu. Və sonra 3 dənə K L-dirsə 2 dənə L qaldı. Və bəndi. Keçək növbəti. 40-a. Demək burada nə edəcəm? Nələri birləşdirirəm? 2 dənə O yaratmalıyam. Belə çarpaz birləşdirərəm bu ikisini. 2 dənə O yaransın. Onda 3 dənə, 2 dənə M, O, sonra yenə M, O bərabərdir. Neçədən T oldu? 3 T burada, 4 T burada. T, 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 T. Neçə oldu? 3, 7 də. Aha, düz. İndi baxaq 2 dənə O lazım mənə. Görək 2 dənə necə yarada. Baxıram burada nəsə ixtisar getmir. Heç də vermir bizə. Düzdür? Onda gəlin baxaq əvəz eləyək. Bu formada yazmayaq. 3 dənə T birəm axı M oldu. 3 dənə T-ni silib yerinə M O yazsam. O'lar ixtisar getdi. M-lərim də getdi. M bərabərdir T qaldı. Düzdür? Onda tapdım ki M bərabərdir T-dir. Onda gəlin əvəz eləyək və harda? Elə deyim ki 2 dənə O qalsın. Onda elə bu M-lərin yerinə T yazaram elə yuxarıda. Buna da bir T yazaram. Buna da bir T yazaram. Şurada yerdə 2 dənə də O'muz qaldı.
T'ləri ilə ixtisar apararam. Bunu da köçürmürəm də burada. Aşağıdan da yazmıram. T'lərin 3 dənəsi getdi. Nə qaldı? 2 dənə o bərabər 1, 2, 4 dənə T'miz qalıb. Deməli C variantı olur. 4 dənə T qaldı. Keçsək 41-ə. Nələri ixtisar gedər burada? Baxaq. Deməli A, B, B, K ilə. Əvəz eləməyə çalışacağam. Görək nələr əvəz edək burada. K'mız bilirəm axı BB-yə bərabər. Gətir burada K'nın yerinə BB yazaram. L də bilirəm ki A, A-dır. Buna da A, A yazsam. Yəni ixtisar. Burada da heç də A, B, B, 3 dənə B bərabər olmalıdır buna. Düzdür? B-lərin ikisi getdi. A-ların biri getdi. Deməli 1B, 1B A-ya bərabər oldu. 1A deməli 1B-dir. Onda bu A-nın yerinə götürüb B yaza bilərəm. Qalar BK. Baxıram BK hələ ki yoxdur variantlarda. Düzdürmü? Sonra K haqqında nə bilirəm? Görək, K da bilirəm ki 2 dənə B-dir. Onda bu K-nı da silib yerinə 2 dənə B yazarım. Onda nə qalar? Bu bərabərdir 3 dənə B olacaq. Bunu da bildik. 3 dənə B. Həm də bilirik axı, deməli, B bərabərdir A deyə alınmışdı, düzdür? Onda istədiyim B-nin yerinə A-nı əvəz edə bilərəm. Məsələn, bunun yerinə A yazaram, buna da bir A yazaram. Onlar 2 dənə A, 1 dənə B. Cavab olar A variantı. Keçək 42. Görək burada necə eləyək, nələri birləşdirək. Baxaq görək, çarpaz birləşdirsəm nə qalar burada? 2 dənə A-nı yazaram yanaşı, bir də 3 dənə C. Bərabərdir B, C, C, bir də A, B. Nələr gedər? A-ların biri getdi, C-lərdən ikisi getdi. Başqa nə qaldı? A, C-miz qalıb, burada da B, B-miz qalıb. Deməli, A, C, B, B-yə bərabərdir. Onda burada A, C-nin yerinə B yazaram. Yerdə nə qaldı? Bir dənə AC, bir dənə də B qaldı. Yenə bu AC-də B daxil. Bunu da yerinə B yazaram. Onlar elə 4 dənə B-lər. Yebəndi. Keçək 43-ə. Sualımız qalıb. 48-ə qədər izahını verəcəm. Bu birinci hissənin. 43-ə nə istəyir görək. Deməli, 2 dənə N, 3 dənə M-ə bərabərdir. Onda bu 3 dənə M-in yerinə elə 2 dənə N yaza bilərəm. 2 dənə N yazaram. Sonra burada da 2 dənə N'in yerindəcə burada 3 dənə M yazsam. Ona nə qalır? 5 dənə M qalıb da, düzdür? 5 dənə, 3, 4, 5 dənə M qalıb. Görək 5 dənə M nəyə bərabərdir? Elə 5 dənə M əslində yuxarıdan görsənir də. Heç bunu əvəz eləməsəydi 3, 4, 5 dənə M, bir dənə L-dir. Demək 5 dənə M nəymiş? Bir dənə L-dir. Abənd. 44-ə baxıram. AB var, CC var. Bizə B-ni istəyir ki, buradan B-ni tapın. Bunları birləşdirsəm, gəlin görək nə qalır. A, B, C, C, C bərabərdir. Bu ikisini də birləşdirirəm. Yəni çarpaz birləşdirdim. C, B, B, A-ya. Nələr gedər? A-larım getdi, B-lərim getdi. C-nin bir də getdi. 2 dənə C, 1 B-yə bərabər oldu. 2 C, 1 B-dir. Deməli, əlimizdə 2 C-miz var. Şurada ilə cavab B bəndidir. Qutardı getdi. Keçək 45-ə. Deməli, birincidə o istəyir. 3, 4, 5, 6 dənə 10 istəyir məndən. Aha, gəlin tapaq. Toplasaq 6-6-a görə birləşdirsə bundan bunu nə verər bizə? Deməli, elə ixtisar aparım da yerindəcə. Nələr gedər? Bax, L-lər getdi. Başqa P-lərim getdi. Nə qaldı başqa heç nə? 3 dənə O-muz qalıb burada. Bir dənə də aşağıda L-im qalıb. Burada nə qalıb? 3 dənə P qalıb. P qalıb. Deməli, 3 dənə dairə, bir dənə L. Bir dənə bu L-i də əvəz eləyərəm. Axı bir dənə L bilirdim ki, nəyə bərabərdir? 3 O 1 P-yə bərabərdir. Elə bu L-in də yerinə 3 dənə O yazaram, bir dənə də P yazaram. Düzdür? Ona nə qalacaq? O sərgəli yazaq aşağısından. 3 O-muz onsuz da var idi. Bir dənə də L-in yerinə O, bir dənə də P yazdım. 3 P-yə bərabərdir. P-lərin onda biri gedər. Elə 6 dənə dairə deyəndə O, 2 dənə P qalır. Şurada P bəndi. Keçdik 46-ya. Görək burada nə istəyir. Yenə əvəz eləyək. L deyir KM-dir, düzdür? L-in yerinə KM qoyacam. Görək hansında qoysaq bizə əlverişli olar ki, M-i tapa bilərəm. L istəyirəm tapım. Görək burada nəyi qoya bilərik. Məsələn, LKK bilirəm ki, N-dir. Bax, LKK bu N-ə bərabərdir. N də bilirəm ki, MM-dir. Elə bunun yerinə MM yazsam. yazsam. Nəsə verir bizə? Vermir. Görək, bəs birləşdirsək, nəsə ixtisar apara bilərikmi?
İxtisar aparaq, elə aparaq ki, gəlin onda yerinə qoyaq, əvəz eləyək, belə eləməyək. El deyirik ki, KM-dir. Gətirib bu elin yerinə yazıram KM. 2 dənə də K-mız var idi onsuz da. Düzdür? Sonra N də var burada. N-imdə 2 dənə M daxı. N də yerinə 2 dənə M yazıram. Bunları bərabərləşdirirəm. M-lərin biri getdi. Nə qaldı? 1M bərabərdir 3 dənə K qaldı. Bir qıraqda yazıram. M bərabərdir 3 dənə K-ya. Düzdür? Şudur elə. 1M istəyirdi, 3 kaldı dəbə. Keçdim 47-yə. 47-dən nə istəyir? TB-ni tapmaq lazımdır, düzdür? TB-ni gəl axtaraq. Deməli, nələri birləşdirə bilərəm yenə? Eləyin ki, T-miz, bir də B-miz qalsın. Yəni, alt-alta birləşdirsək, görə nə qalır? Bu ikisini bir birləşdirim. Görə nəyə ixtisar gedər? T-lərin ikisi gedər, getdi. B-lərin biri getdi. E-dən də biri getdi. T ilə Y qalıb burada. T, Y. Bu yanda nə qalıb? Bir dənə B qalıb. Deməli, B T-Y-yə bərabərdir. Bu B-ni silib yerinə T-Y yazsam. Bir dənə də özündə T var. Oldu 2 dənə T. Bir dənə də Y. Y bənd. Geçsin 48 və sonuncu suala. Görək burada necə əvəz edək. Bizdən 4 dənə A-nı istəyir. 4 dənə A-nı görək necə yarada bilərik. Məsələn, gəl birinci bu ikisini çarpaz birləşdirim. Görək nəsə verir bizə. Çarpaz birləşdirsəm nə olacaq? Bax, deməli, A, B, A, D. Bərabər nəyə? B, C, C-yə. Düzdür, çarpaz birləşdirdim. İxtisar var, B-lərim getdi. Nə qaldı? 2 dənə C bərabərdir A, A, D-yə. Bu bizə nəsə verər? 2 dənə C, A, A, D-dir. Görək, buradan nəsə ala bilirikmi? Bizə 4 dənə A lazımdır mı? Görək, nəsə vermədi bizə. Onda vermir. Gəlin alt-alta toplayaq. Çarpaz heç toplamayaq. Alt-alta toplasaq bu ikisini bir, bu ikisini bir. Onda C-lərim getdi. A-larım da getdi. Deməli, baxaq nələr getdi. Bax, A gedib. Səliqəli yazım görsənsin. C-lərim getdi. 2 dənə B-miz qalıb burada. B, B bərabər nəyə? Burada bir dənə D-miz qalıb. Deməli, D-nin yerinə B, B yaza bilərəm də, düzdür? Onda D-nin yerinə B, B yazsam əgər. Bir qıraqda yazıram ki, D-miz BB-dir. Bunu bilirəm, yadda saxlayıram. Sonra gətirib, neyləyə bilərəm başqa? A ilə istəyirəm əvəz edeyim. Bu ikisindən, bu ikisindən. D-nin yerinə BB yazsam, B-lərin biri gedər. C də bərabərdir AB alınar da. C bərabərdir AB alınar. Bu da əlimdə qalsın. Sonra mənim əlimdə 4 dənə A-mız var. Düzdürmü? 4 dənə A-nı görə necə əvəz edəyək bəs. C bilirəm ki, AB-dir. Onu bilirdim. Deyir, burada şərtdə vardı. Ona ehtiyac yox idi. Başqa yaxşı görək eləyə bilərəm. Nələri birləşdirək? Məsələn, görək. Bu ikisini birləşdirsəm nə alaram? Bunlardan indi gəl baxaq. Bəs A ilə B arasında heç bir əlaqə yaratmamışam. Onu da yaradaq. Məsələn, bunların hələ ki üstünə baxaq. Bu ikisini çarpaz birləşdirsəm nə verər mənə? Səliqəli yazaq. Deməli, bax. Çarpaz birləşdirdim. B, C, D-miz bərabərdir AC, bir də AD-yə. Düzdür. D-lərim getdi, C-lərim getdi. B bərabərdir 2 dənə A qaldı. Onda bu 2 dənə A-nın yerinə B yazaram. Bu 2 dənə A-nın da yerinə B yazaram. Düzdür. 2 dənə B də D-ni verir axı mənə. Şurada 2 dənə B deyərəm ki, D-yə bərabərdir. Cavab olur Y variantı. Bu da belə. Tərəzilərin birinci hissəsinin izahı.